namaz Allahın əmri tələbi deyil. Onu Değil, mən değil. Yok. bəli, subutuyla, daşqanalını bilirəm, tarixini də bilirəm. Bu namaz bizə hardan gəlibdir, necə gəlib, hamısını da araşdırmışam. Ki, Yok, bu namaz olur. Onu peygamber Allah'tan isteyip. Başa düşürsən? bəli. Meraç'ta isteyip. O devrə görə o lazım idi. İndi imanını ləkəsiz saxla, namaza ehtiyac yoxdur. Amma ana, mən bilirsiniz nə araşdırıb ortaya çıxartmışam. İndi bu mənim şəxsi belə araşdırdığım bir şeydir. Namaz Peyğəmbərin dövründə də olmayıb. Yəni mənim araşdırmama görə. Hətta müşriklər namaz qılırmış, müşriklər. Kafirlər də namaz qılırmış. Əslində Məhəmməd Peyğəmbər həmin o namaz qılanlarla savaşıbdır. Namaz Allahın tələbi deyil. Namaz ümumiyyətcə insan tarixinə, Allah'ın tələbi deyil, devrə görə o insanların özləri uydurduğu bir şeydir. Meyrazda Peygamber isteyip Allah, Miraç'ta isteyip. Onu ben okudum Allah Teala kitabın sınavsında. yox, bu Olabilirsen başka bir səhifə oxuyasan, məndə oxudulan bu gözlər nəyi göstərir? Mən onu oxuyuram. Peyğəmbərin kəlamında necə buyurulur ki, sevdiyim insan üçün göz olaram, görsün, əl, ayaq olaram, yerisi diş görsün. Mən özüm neytralam, amma məni nə göstərir göz? Mən onu oxuyuram. Başa düşdünmü? Sən özün araşdırırsan, amma mən nəkarəm, məndə özü araşdırır bunu mənə. Ruh vasitəsilə. Başa düşdünmü? Peyğəmbər Miraçda 7-ci təbəqədə gedir Allahla görüşə. Belə oxudur mənə bunu kitabdan. bəli. Və Allahın deyir üzü 20.000 miqabla bağlı olur. Peyğəmbər deyir ki o açıq olsaydı məni yandırardı. Amma Peyğəmbərin anlayışı bu yuxuda olub. Mən onu canlı yöndə görmüşəm, məni yandırmayıb. Bu Peyğəmbərin anlayışı. Və namaz istəyib, geri dönüb, bunu güya Musa Peyğəmbər sapravəzdəçilikdə aparır. Təbəqə qaldırır və deyir ki, get bunu biraz azalt. Yazıları deyirəm, ha. Peyğəmbər də gedir bir dəfə xahiş eləyir, azaldır. Deyir, mən ümmətimə bu namazı qıldıra bilmədim, çox istəyibsən. Nə bilim, 100 neçə dəfə istəyib. Bu da gedib bir də azaldıb, geri dönəndə Peyğəmbər Musa deyib, genə get azalt. O deyir, yox, bundan böyük hörmət olmaz. Bunu Peyğəmbər istəyib Allah Teala'dan. Allah'ın əmri deyil. Bu deyib ki, mən namaz istəyirəm. Mən də Allahla görüşdüm. Mən də huzur istədim. Əmin-amanlıq istədim. Sülh istədim. Hər evdə sevinç sədası istədim. Mənə də bunu istətdi. Vəssalam. Sonra